Dəyərli və əziz şir gücləri, hər birinizi salamlayıram. Dəyərli şirlər, kral şirlər, sizləri salamlayıram. Sizlər üçün də Saturn, Neptun öz bəhrəsini göstərəcək, öz möcüzələrini göstərəcək, öz gücünü göstərəcək. Bunlar 84 il bundan öncə qovuşublar. Bu tarixdə yəni bizim üçün ikinci kərədir. Yəni bir dəfə 84 il bundan öncə olublar, bir ilə qovuşublar və indi artıq yenə də bu ilə təsadüf edib. Bu şirlər üçün ümumiyyətcə bu iki ləng hərəkətdə olur və iki möhtəşəm böyük planetin və bunlardan da əlavə Mars var, hələ Jupiter var. Bunların yəni biz öz təsirini müsbət şəkildə görəcəyik, siz şirlər də görəcəksiniz. Ümumiyyətcə şirlər üçün çox yaxşı çıxır. 9-cu il. 9-cu ildə möhtəşəm perspektivlərdir, tanınmaqdır. Kimlər nəsə tanınacaqsınız, haradasa ola bilər iştirak edərsiniz, orada sizi tanıyarlar və ondan sonra daha çox tanıyarlar, tanınmış olarsınız. Bəziləri kinoya çəkiləcək, bəziləri reklama, bəziləri kitab yazacaq, bəziləri ümumiyyətcə rəsm əsərləri çəkiləcək, yaza bilərlər. Bəziləri qrafik quracaq, o qrafikdən buna gedəcəklər. Yəni bir çox şeylər olacaq. Xarici dillər çıxır ümumiyyətcə şirlər üçün. Ayın 7-sindən 11-nə qədər ümumiyyətcə böyük doxod, pul çıxır, məbləğ. Kimlərsə kömək edə bilərlər sizə. Qonaq kimi gələ bilər və sizə böyük məbləğdən nələrsə ala bilərlər. Bəzi şirlər böyük masştab bu şəkildə nələrsə dəyişəcəklər. Bəziləri ev alıb satqısı edəcəklər, ümumiyyətcə bir evdən digər evə köçəcəklər, kiçik ev satacaqlar, üstünə əlavə edib böyük ev alacaqlar. Bəziləri ümumiyyətcə ev artıracaqlar, ola bilər həyət evində yaşayarsınız və siz 3 otaqdan 5 otaq edirsiniz. Məsəl üçün tükərsiz yaradarsınız. Bəzi şirlər üçün ümumiyyətcə məkanı dəyişmək tamamilə çıxır. Ola bilər xaricə köçərsiniz, xarici ölkədə yaşayarsınız və ümumiyyətcə qrajdansı ola bilərsiniz, vətəndaşlıq, başqa ölkənin vətəndaşlığını, iş təklifi ala bilərsiniz, xaricilərlə işləməyə çıxır, danışıq, dialekt çıxır, danışıqlar, tərcümə işləri çıxır. Neptun ümumiyyətcə ləng də olsa belə bu yeni çevrə, yeniliklər gətirir həyatımıza və ümumiyyətcə çevrənizi dəyişəcəksiniz, tamamilə başqa adamlarla dostluq edəcəksiniz, köhnələr qalacaq bir qıraqda, iş barəsində yəni dostluq edə bilərsiniz, həyatınıza başqa bir insanlar gələ bilər. Ümumiyyətcə bəzi şirlər boşanacaqlar, köhnədən canlarını qurtaracaq, 7 və ya 14 il bundan öncə nələr olur? Məsəl üçün, Neptun sizə nəyi xatırladır? Bunların təkrarını yox, oxşarını yaşaya bilərsiniz. Bəzi şir gücləri özlərinə sevgili tapacaq, amma bu ya xarici vətəndaş olacaq, ya xaricdən, ya öz yerinizdən olmayan, kimi yaşayır məsəl üçün bir başqa məmləkətdə, bu adam tamam başqa ölkədə olacaq, başqa məmləkətdə. Və yaxud xaricə köçərsənizsə, oradan kimsə tapa bilərsiniz və yaxud burada ola xaricdən kimsə tapacaqsınız şir gücləri üçün. Xaricilərlə iş çıxır, iş birliyi çıxır ümumiyyətcə sizlərə. Ayın 11-i Polnavoniyadır, dolu aydır. Bu dolu ayda da bolluğunuzu bərəkət göstərir sizləri və ümumiyyətcə bu dolu aydan da əlavə, yəni burada 25-nə qədər siz 25 iyuna qədər nələri isə elə bir möhürünü qoyacaqsınız, nələri isə startını qoyacaqsınız. Bəzi şir gücləri ümumiyyətcə idmana yazıla bilər, bədən yığmaq, bədəni formaya salmaq, bəziləri qrupa yazıla bilərlər, dillər, kurslar, yeni dillər öyrənsinlər, yeni dəyişiklik etsinlər. Köhnəni hər şeyin üstünə xat çəkir, kres çəkir, yeniyə başlayır. Burada ola bilər ki, yeni adamla, məsəl üçün, əvvəl sportsmenden xoşu gəlirdirsə, indi plastik adamdan xoşu gəlir. Və yaxud əvvəllər siz ev, əmlak işlərinə baxırdınızsa, indi tamam başqa işə baxacaqsınız. Yəni, qadın və ya kişi fərq eləmir. Mars gəlir həyatımıza. Mars da 18 iyundan başlayır gəlməyə. Mars pul gətirəcək, xərc gətirəcək, sizə nələrsə alacaqsınız. Ümumiyyətcə, şirlər yeniləyəcəklər. Qardirobu ola bilər, yeniləsinlər. Ümumiyyətcə, evdəki əşyalar ola bilsin, yeniləsinlər. Sanki köhnələri alırsınız, yeniləri alırsınız. Və Mars həm də hərəkətdir, ehtirasdır. Yəni deyirəm, kimlər nəsə tanış ola bilərsiniz, yəni ehtiras yaşaya bilərsiniz, o da normal haldır, çünki sizin planetlərə görə, bölgünüzə görə. Və əsas da gizli qalan sirlərin üstünün açılması çıxır şirlər üçün.
nəsə gizli qalıbsa sizə onun üstü açılar. Və yaxud nəsə çoxdan sual verirsiniz özünüzə, onun cavabını almış olarsınız. Yeni ayda da sizə yeniliklər çıxacaq, yeni xəbərlər olacaq. Ola bilər nəsil üstü açılsın, söylədiyim kimi. Və ümumiyyətcə çox şeyləri dəyişəcəksiniz həyatınızda. Əvvəl biraz əlaqə qurmadığınız adamlarla əlaqə qurmalı olarsınız öz işləriniz üçün, öz işlərinizə xəbər. Bəzən necə bağışlaya bilərsiniz. Qəm, qüssə, ümumiyyətcə, qnev, qisas saxlamayacaqsınız halınızda. Nələrəsə görə nələrəsə keçəcəksiniz, vaxtlar çıxır sizə. Əsas odur ki, dəyərli işin gücləri hər zaman həyatda qalib olun, hər zaman istədiklərinizə çatın. Siz möhkəmsiniz, siz ümumiyyətcə nə istədiyinizi yaxşı bilirsiniz. Əsas odur ki, həyatda istədiklərinizə çatasınız, dəyərli şirlər. Videonu bəyəndinizsə like etməyi, paylaşım etməyi unutmursunuz dəyərli izləyicilər. Hər birinizə bol şanslar.